Xeyriyyəçiliyi, ümumiyyətlə onun həyatı haqqında yəqin ki, bizim tanınmış alimlər burada əyləşib, onlar danışacaqlar və onlar öz maraqlı faktlarını açıqlayacaqlar. Lakin mən fürsətdən istifadə edib, öz minnətdarlığımı, deməli, kitabın elmi redaktoru Cəbi müəllim Bəhramova, digər bizim alimlərimizə, Salatın xanıma, Firdosiyə xanıma, Leyla xanıma minnətdaram ki, çox yüksək rəylər yazıblar və o rəylər kitabda öz yerini tapıb. Bundan əlavə xüsusi olaraq məni bu işdə dəstəkləyən İsa bəy Hacınskinin yaxın qohumu, doğma bacısının nəticəsi, çox hörmətli Eldar müəllim Quliyeva öz dərin minnətdarlığımı bildirirəm. Çünki həm kitabın maliyyə dəstəyini, həm bugünkü tədbirin təşkilatçılığını Eldar müəllim öz boynuna götürdü və çox layiqli yerinə yetirdi. Və hər zaman Eldar müəllimlə söhbət əsnasında Eldar müəllim tapşırırdı ki, belə eləyin ki, böyüklərimizə layiq olsun. Və gördüyünüz kimi kitab poliqrafik cəhətdən çox yüksək səviyyədə çıxıb, onun məzmunu haqqında artıq siz oxucular qiymət verəcəksiniz. Və bu yerdə əlbəttə ki, bir daha biz nəslimizin adından Eldar müəllimə, ulu necə babasına, ulu dayısına verdiyi qiymətə görə nəslimiz adından bir daha təşəkkürümüzü bildiririk və bugün üçün xüsusi hazırlanmış hədiyyəni Eldar müəllimə xatirə olaraq təqdim etmək istəyirik. Buyurun təqdim. Buyurun. Bir xüsusi təşəkkürüm də var bizim görkəmli alim, profesor Gülnaz xanım Abdullazadəyə. Çünki hər vaxtında, zamanında mənim ilmi işimlə əlaqədar Gülnaz xanım məni dövlət arxivinə yönləndirməsəydi, bəlkə bu kitablar heç işıq üzrə görməyəcəkdi, o sənədləri məndən deyilə bilməyəcəkdi. Eyni zamanda bizim hər zamanki dəstəkçimiz, hörmətli Fərhad müəllimə də təşəkkürümü bildirirəm. Çünki Fərhad müəllim hər zaman bir sözüdür, Vexker Solidarность. Vexker Solidarность, yəni bəy nəslinin həmrəyliyi. Və o da bilirsiniz ki, böyük bir nəslin, Səfər Əlivlər nəslinin davamçısıdır. Və mən çox şadam ki, Fərhad müəllim böyük bizimlədir. Hörmətli qonaqlar, mən bir kitabın müəllifi kimi və artıq İsa bəy Hacınskinin həyat və fəaliyyətinin bir tədqiqatçısı kimi bir neçə fikrimi sizə çatdırmaq istəyərdim. Əlbəttə, İsa bəy Hacınski qarşısına hamıdan zəngin iş adamı olmaq məqsədi qoymamışdır. Çünki onun kifayət qədər imkanları var idi ki, doğrudan da şəhərdə öz sözünü desin. Elə təkcə müasir Türkmənistana məxsus Çileken adasında İngilis iş adamları ilə qurduğu Qacınski Çileken şirkəti və Bakı ətrafında 60 neft mədəni ona kifayət qədər vəsait qazandırırdı ki, o Azərbaycanda ən sayılıb seçilən insanlardan biri olsun. Və əgər onun varidatını biz müqayisə eləsək, ən öndə gedən bizim sahibkarlarımız hörmətli Hacı Zeynalabdin Tağıyev, burada əyləşib, Musan Ağıyevin nəvəsi Dilara xanımı da salamlayıram. Müqayisə eləsək, əlbəttə ki, onun varidatı bir qədər geri qalsa da, digər tərəfdən İsa bəy Hacınski savadlı iş adamı olaraq, dövlət xadimi olaraq, mən bunu cəsarətlə niyə görə deyirəm? Çünki elə bir dövlət qurumu yoxdur ki, orada İsa bəy təmsil olunmasın. Və xarici dili bilən insan və Rus dilini mükəmməl bilən bir şəxs kimi o daima xalqın milli maraqlarının qorunmasında, xarici kapitalla, sahibkarlarla mübarizə aparmaqda, qanunvericiliyin qorunmasında, Bakı şəhərin abadlaşdırılmasının o qərarların yerinə yetirilməsində əlbəttə ki, İsa bəy hamıdan öndə idi.
Və onun milli ideyası var idi, o da ondan ibarət idi ki, o Allahdan bizə bəxş olunan nefti məhz xalqımızın xeyrinə, xalqımızın milli maraqlarına sərf edərək ona xərclənsin. Əlbəttə, İsa bəy Hacınski 1919-cu ildə rəhmətə getdi və Sovet dövründə onun adını çəkmək belə qadağan idi. Və bizim ailəmizdə də heç vaxt İsa bəy haqqında biz bəlkədən danışa bilməmişik. Həmişə yavaş səslə, yüksək səslə onun adını çəkə bilməmişik. Çünki əgər qohumluq bilsəydi müəyyən orqanlar, yəni bilirsiniz ki, bu böyük bir faciəyə səbəb olacaqdı. Ancaq indi şükürlər olsun ki, elə dövrə gəlib çıxmışıq ki, müstəqil Azərbaycan zamanında yaşayırıq və İsa bəy kimi görkəmli şəxsiyyətlərin adını biz qürurla çəkirik. Və bunda əlbəttə ki, biz görkəmli tarixçilərə, jurnalistlərə, yəni aparıcılara, teleaparıcılara çox minnətdarıq ki, onun adını yenidən qaytardılar. Çünki baxıb getməyənlər, bu dünyada öz dünyalarını yaradaraq, özləri də əbədi yaşayanlar var. Elə İsa bəy Hacınski kimi. Deyirlər ki, ruhlar yaşayır. Bəli, mən buna inanıram, düşünürəm ki, hər bir imanlı insan da belə buna inanır. Odur ki, ümidvaram ki, İsa bəy Hacınskinin ruhu bugün buradadır. Bizimlə. Necə ki, Ölməz Nizami yazırdı ki, əgər söyləsələr bəs o hardadır, hər birisi söyləyirlər, buradadır. Bəli, burada olan o ruhun bir daha qarşısında biz hər birimiz müntəzir olaraq. Bugün İsa bəy Hacınski haqqında bəlkə də bizim çoxlarımızın bilmədiklərini ərsəyə gətirən, bu kitabın müəllifi olan, yuxusuz gecələrini bu kitaba sərf edən, bir nəvə, nəticə sevgisi ilə, bir ziyalı sevgisi ilə, bir Azərbaycanlı sevgisi ilə bu kitabı ərsəyə gətirən Müridə xanımı da mütləqdir ki, alqışlayır. Və Müridə xanım yalnız bu kitabla kifayətlənmədi. O sevgi o qədər aşıb daşır ki, onu daha bir gözəl sənət nümunəsi ilə ifadə etmək istəyib. Gözəl bir sənədli film hazırlayıb. Filmin senaryo müəllifi olaraq hər bir sözün, hər bir kəlmənin üzərində Müridə xanımın sevgisi var. Və o sevginin mənbəyi isə İsa bəy Hacınskinin ömür yoludur. İndi biz həmin o filmi izləyəcəyik ki, orada İsa bəyin ömür yolunun müəyyən məqamları öz əksini tapır. Buyurun, diqqətiniz ekrana. Qədim Bakı, zəngin mədəniyyətə və yeraltı sərvətlərə malik olan doğma şəhərimiz. 19-cu əsrin ortalarında Bakı ətrafında qara qızılın pustar üsulla da olsa hasil edilməsi şəhərimizi dünya neft sənayesinin mərkəzinə çevirdi və bu da Bakıya böyük kapital axınına səbəb oldu. Ancaq xarici kapital sahibləri burada yalnız gəlir əldə edirdilərsə, xalqımızın layiqli evladları şəhərimizin abadlaşdırılmasına, əhali arasında savadlığın yayılmasına, mədəni obyektlərin tikilməsini həyata keçirirdilər. Tariximizdə dərin izlər buraxmış Bakı elitasının parlaq nümayəndəsi, 11 neft milyonçusunun yeganə bəyi, ilk Azərbaycanlı məhkəmə hakimi, Bakı Dumasının millət vəkili, birinci gildiyalı tacir, neft qurultayının üzvü, Bakıya ilk Rolls-Royce minik avtomobilini gətizdirmiş İsa bəy Hacınski idi. Azərbaycan xalqının 20-ci əsrdə fəxr edəcəyi, qürur duyacağı böyük şəxsiyyətlərdən biri İsa bəy Hacınskidir. Bu insan milli tariximizə həm bir sahibkar, həm Azərbaycan xalqının mənafeyini müdafiə edən bir dövlət xadimi və o cümlədən xeyriyyətçi kimi daxil olub. Çox
məşhur bir rəsm nümayəndəsi. Onun şəcərəsi ilə tanış olduqda görürsən ki, Bakının ən tanınmış nəsillərinin nümayəndəsinin birinin təmsilçisidir. Onun əsl demək, müştəri Bakının Rəvanə kəndində olsa da, sonradan Bakıya köçürür. Amma xüsusilə 19-cu əsrdən sonra 20-ci əsrin əvvəlində İsa bəy Hacınskinin həyata keçirdiyi demək, işlər, gördüyü işlər, onun Bakı şəhər dövlət dumasının özü kimi fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Mən Bakı Azərbaycan xalqının fəxr etdiyi, xüsusilə Bakı şəhər əhalısının fəxr etdiyi milli parkın, daha doğrusu bulvarın salınmasında İsa bəy Hacınskinin müstəsna var. Mən Azərbaycanı daha həqiqi var, daha ədalətli var. İsa bəy Hacınski uzun illər ərzində Bakı Şəhər Dumasının millət vəkili kimi iclaslarda haqq səsini ucaldır, öz prinsipial mövqeyini ortaya qoyur və bizə düşmən kəsilən erməni fraksiyasından olan Duma üzvləri ilə daima mübahisə edirdi. İsa bəy Hacınski Azərbaycan ictimai-siyasi həyatında, eyni zamanda Azərbaycan iqtisadi tarixində öz imzasını qoymuş şəxsiyyətlərdən biridir. Azərbaycanda milli sahibkarlığın formalaşmasında İsa bəyin çox böyük əməyi var. Və bunu da qeyd eləmək lazımdır ki, İsa bəy bizim digər sənayeçilərimizin arasında onunla fərqlənirdi ki, o əsilzadə idi. Digər bizim neft milyonçularımızın bir çoxu müxtəlif sahələrdən bu peşəyə ilgilənmişlər, amma İsa bəy Hacınski zadəgan idi, bəy nəslindən idi və Azərbaycanda neft bumu başlayanda onun təməlində duranlardan biri idi. Və onun bütün sonraki fəaliyyəti Azərbaycan tarixində, istər iqtisadi tariximizdə, istər ictimai tariximizdə böyük iz qoymuşdur. Onun ictimai fəaliyyəti haqqında danışanda mütləq burada qeyd eləmək lazımdır ki, Bakı Şəhər Dumasının ilk üzvlərindən və ən fəal üzvlərindən biri İsa bəy. Hər zaman şəhərin ən vacib, ən gündəlikdə duran çətin problemlərinin müzakirəsində İsa bəy həmişə öz fikirlərini Dumanın iclaslarında açıq ifadə edirdi, öz mövqeyini müdafiə edirdi və bir ictimai xadim kimi istər Azərbaycanlılar arasında, istərsə də hökumət arasında çox böyük nüfuza malik idi. Onun ictimai xadim kimi fəaliyyətini biz həm də 1905-1906-cı illərdə baş vermiş erməni-müsəlman zamanı görürük. Elə ki, o zaman iki milləti barışdırmaq üçün yaradılmış xüsusi komitənin üzvlərindən biri də İsa bəy idi və bu komitənin fəaliyyətində o çox yaxından iştirak edirdi. Hətta o zaman erməni və Azərbaycan nümayəndələri arasında bu sülhün əldə olunması istiqamətində danışıqlar gedirdi, yazışmalar gedirdi və orada erməni nümayəndələri Azərbaycanlılara qarşı çox ultimativ tərzdə öz tələblərini irəli sürürdülər. Belə bir məktub mətbuatda çap olunanda Azərbaycan nümayəndələri erməni nümayəndələrinə cavab məktubu hazırlamışlar. Və o cavab məktubunda çox maraqlıdır ki, komitənin çox sayılı üzvlərinin olmasına baxmayaraq, imzanı İsa bəy Hacınski ilə Əsədullah Əhmədov atmışlar və onlar çox belə qəti şəkildə ermənilərə öz mövqeylərini, Azərbaycan ictimaiyyətinin mövqeyini çatdırmışdır. İsa bəy Hacınski Bakıda 11 illik imperator 2. Aleksandr adına Oğlanlar Gimnaziyasının fəxri himayədarı olaraq hər il 1000 qızıl rubl keçirməklə məktəb üçün kinematoqraf və Vladikavkazda bağ evi almışdır. İsa bəy Hacınski Azərbaycan sərmayədarları, Azərbaycan zənginləri içərisində özünün həm əsilzadə köklərinə görə, həm fəaliyyət dairəsinin çox şaxəli olmasına görə, həm çalışdığı sahələrdə bir çox işlərin müəllifi kimi bizim digər sərmayədarlarımızdan İnegöllərimizdə xüsusilə vardır. Allah hamısına rəhmət eləsin ki, o sərmayədarlarımız, o milyonerlərimiz ki, onların o zamanki fəaliyyəti xalqın xeyrinədir. Onların o zaman yaratdıkları bir gün də xalqın xidmətindədir. Bunların sırasında
Bakı şəhər dünyasının fəaliyyətində çox yaxından iştirak edir. Atasının, babasının bu ictimai orqandakı fəaliyyətini davam etdi. Azərbaycan Dairə Məhkəməsinin ilk Azərbaycanlı hakimi olan, Azərbaycanın təkcə Abşeron yarımadasında yox, Şamaxı, Xaçmar və digər yerlərdə, Quba, Şamaxı qəzalarında geniş sərmayədarlıq və geniş iqtisadi fəaliyyətinə seçilən İsa Hacınski Azərbaycan xalqının 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində həm sosial-iqtisadi, həm ictimai siyasi, həm mənəvi mədəni həyatında böyük rol oynamış simalardan biridir ki, bu gündə onun tikdirdiyi binalar Bakının ən gözəl memarlıq abidələrindən biri olaraq qalmaqdadır. Bu gündə xalqımıza xidmət etməkdir. İsa Bey Hacınski çox gözəl ailəyə sahib idi. Onun qaynağı ilk Azərbaycanlı kimyaçı alim, professor Mövsüm Bəy Xanlarovun olması həm evladlarının xaricdə mükəmməl təhsil almasına, həm də İsa Beyin ümumilikdə təhsil konsepsiyasının formalaşmasına böyük təsir göstərmişdir. Lakin amansız bolşeviklərin hakimiyyətə gəlməsi İsa Beyin ailəsini pərən-pərən saldı. 3 oğlu Fransaya mühacirət etdi. Bakıda isə həyat yoldaşı Xeyransa xanım Xanlarova, bir də yeganə qızları Zibeydə qaldı. İsa Bey Hacınskinin nəhəng validatı zorla əllərindən alınaraq quldur bolşeviklərin əlinə keçdi. Ancaq onun tikdirdiyi möhtəşəm binaları Bakının memarlıq şedevrlərinə çevrilərək bugün də şəhərimizi bəzəyirlər. Bilirsiniz, bu bina Bakı köyünə Bakılılar binanı Hacınski binası iqtidat edər. Həqiqətən Bakı indi də bir simvollarından biridir. Mən işləmirəm ki, birinci neft qurumu vaxtında, 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəlində həqiqətən bina Bakının bir simvollarından bir qüsur kartı edir. Həqiqətən bina Bakının dövrünün əksidir. Bilirsiniz, biz bunu həm eklektik memarlığında bir memarlıq epoxasını, o ayrı bir memarlıq, bilirsiniz, üstünləməyində, bilirsiniz, binanın çox gözəl, incə şəkildə işlənmiş daş detallarında, həqiqətən binanın belə epotaj memarlığında, eklektik memarlığında və bütün o dövrünün binaları faktiki belə deyək, bu gözəl üslubda tikilmişdir və dünya memarlığında bu memarlıq dövrünə, Bakının memarlıq dövrünə, Bakı moderni üslubu memarlıq tarixçiləri adlandırılır. Bilirsiniz, həqiqətən belə bir, indi də belə bir fikir var ki, fasadı binanın sahibinin əksidir. Həqiqətən binanın incə fasadında, elegant detallarında, bilirsiniz, onun gözəlliyində biz İsa Bey Hacınskinin aristokratlığını, İsa Bey Hacınskinin sosial səviyyəsini görürük. Həm bir məqama da baxmaq istəyirəm, bu binanın faciəli tarixindən bilirsiniz. Təəssüf ki, 1908-ci ildə erməni Azərbaycan hadisələrindən, vəhşiliyindən sonra 1914-cü ildə İsa Bey Hacınski öz dünyasını dəyişdi, ailəsi bu binadan qovuldu və bu binada 1935-ci ilə qədər az restitüsiyon belə bir təşkilat, dövlət təşkilatı yerləşirdi. Sonra bu binada 44-cü ildə biz bilirik ki, Charles de Gaulle, Fransa prezidenti gəlmişdi, Yusif Məmməd Əliyev yaşayırdı və onlara bu şəxslərə aid binanın fasadlarında çox gözəl xatirə lövhələri var. Amma nəyə görə biz indiyə kimi İsa Bey Hacınski haqqında belə bir gözəllik, bizə yadigar qoyan, belə bir gözəl binaları Bakı üçün, insan üçün biz indiyə kimi lövhəni görmüşük. Nəyə görə onun xatirəsində biz Bakının mərkəzində bir küçə adını görmüşük. Mən hesab edirəm ki, səhvləri biz mütləq düzəltməlidir. Sovet dövrünün çətinliklərinə baxmayaraq, İsa Bey Hacınskinin nəslinin davamçıları Bakı şəhərində yaşayıb yaratdılar. Nəvə nəticələrinin hər biri öz babalarının adını uca tutaraq xalqımıza layiqli şəxsiyyətlər kimi yetişdilər.
Onların arasında tanınmış alimlər, hüquqşünaslar, diplomatlar, hərbiçilər, həkimlər, müəllimlər və digər peşələrin sahibləri vardır. Və hər biri müxtəlif sahələrdə fəaliyyət göstərərək daima babalarından əxs etdikləri yüksək insani keyfiyyətləri qürurla daşıyırlar. İsa bəy Hacınskinin böyük bacısı Bilqeys xanımın da nəvə nəticələri müasir Azərbaycanın dövlət quruculuğunda ölkəmizin qanunvericilik bazasının yaradılmasında fəal iştirak edir. Yüksək mənəvi keyfiyyətlərə malik ziyalılar olaraq xeyirxalq əməlləri ilə bugün də köklərinə sadiq olan cəmiyyətimizin fəxr ediləsi nümayəndələridirlər. Əlbəttə, böyük filmlərə ssenari yazmaq o qədər də bəlkə çətin deyil. Nəinki ki, belə qısa metrajlı bir 13 dəqiqənin içində siz İsa bəyin keçdiyi həyat və yaradıcılıq yolunu çox gözəl xarakteriz etmişsiniz. Mən filmə diqqətlə tamaşa edərkən, orada diqqətimi çəkən həmin bina oldu. Və yadıma da o misralar, o sətirlər düşdü ki, Müridə xanım kitabda həmin bina ilə bağlı nənəsi Zibeydə xanımdan eşitdiyi xatirələri qələm aldı. Hansı ki, onlar uşaq olarkən hər dəfə Zibeydə xanım o binanın qarşısından keçərkən onlara binanın içində yerləşən otaqların sayını, otaqların hər birinin kimə məxsus olduğunu söyləyərmiş. Və Müridə xanım biri vardı, biri yox. Belə bir nöqtə qoyur öz fikirlərinə. Və bu zaman mənim yadıma yenə bir el bayatısı düşdü. Bu qala bizim qala, həmişə bizim qala. Tikmədim özüm qalım, tikdim ki, izim qala. Və İsa bəy Hacınskinin əməlləri onun izinin qalmasını və onun izi isə əməllərinin əbədi yaşarlığının ifadəsidir. Odur ki, bugün hər kəsin, xüsusən də kitabla dərindən məşğul olan, yəni onu oxuyan, ona redaktorluq edən, ona rəy verən bizim gözəl alimlərimizin də sözü var. İzi olan İsa bəy haqqında sözü alimlərimizə vermək istəyirəm və kitabın ilk səhifələrində belə bir cümlə oxudum. Nuridə İsmailzadə arxiv sənədlərinə müraciət etməklə İsa bəy Hacınskinin real portretini yaradıb. Bu fikir bizim çox hörmətli alimimiz Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulağa Bakıxanov adına Tarix və Etnografiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Cəbi müəllim Bəhramova aiddir. Və mən hörmətli Cəbi müəllimi kürsüyə dəvət edirəm ki, digər düşüncələrini özü sizinlə bölüşdür. Çox hörmətli Nuridə xanım və İsa bəy Hacınski nəslinin nümayəndələri sizi bu gözəl nəşrin işinizi görməsi münasibəti ilə ürəkdən təbrik edirəm. Nuridə xanım, siz elə bir iş görmüşsünüz ki, siz öz ulu babanızda bir abidə uzatdınız. Mənim üçün, açıq deyim, bu kitabı redaktor edərkən, bilirsiniz, bir nəfəs oxudum. O qədər məni heyran etmişdi ki, çünki burada mən millətimizin real tarixini gördüm. Çünki bu sərvətlərin sahibi olan bu millətə qarşı hansı cinayətlər törədilməyib. O cümlədən bu ailəyə qarşı, bu ailənin, necə deyirlər, fəxri, bütün millətimizin fəxri olan İsa bəy Hacınskiyə qarşı. O filmdə də
demək çox geniş şəkildə qeyd olundu. Kitab 8 fəsildən ibarətdir. Və burada onun həyatı tamamilə öz geniş şəkildə əhatə olunub, öz əksini tapıb. Və onun hər bir fəaliyyətini izlədikcə mənim gəldiyim qənaət budur ki, o millətinin fədaisi idi. Onun dərdini çəkən, ona sahib olmağa çalışan və onun mənafeyini bütün mərhələlərdə qorumağa çalışan bir şəxsidir. Və xüsusilə onun bu başqa milyonçulardan fərqli o həm də yüksək ali təhsil, universitet təhsili alan bir şəxsidir. Elə bir sadə adam deyildi. Bir neçə dili bilirdi. Ona görə də o xüsusilə Bakı Şəhər Dövlət Dumasında fəaliyyəti zamanı Azərbaycan xalqının düşmənləri olan Çar Rusiyasının əli ilə Azərbaycana köçürülən o ermənilərə qarşı amansız mübarizə var. Hətta səhv eləmirəmsə, burada xanım, orada Bakı şəhərinin simvolu olan Qız Qalasının demək, sökülməsi məsələsi ilə bağlı o erməni deputatının təşrifi söhbəti var. Mən bilirsiniz, bu neft sənayesi tarixini tədqiq etdiyim üçün burada hörmətli izləyicilərim eləşib bilir. Çoxdan bu bizim iqtisadiyyat tariximizlə bağlı məsələləri müzakirə üçün mən bilirsiniz, dəhşətli faktlarla rastlaşdım. Elə faktlar ki, hətta oturub düşünürdüm ki, bu böyük yaradanın görünür əli bizim başımızın üstündəyim ki, bir millət olaraq sağ qala bilmişik. Sual verirdim həmişə. Nobellərin burada nə iş var? Tozlu torpaq, Bakı'nın kimi gözəl deyilik. Rothschildlərin burada nə işi var? İngiliz kapitalının nümayəndələrinin burada nə işi var? Bir arı pətəyə gələn kimi, bilirsiniz, belki yağlı bir tişə görmüşdülər. Və təsəvvürə gətirəm, bu millətə qarşı onların münasibətini oxuduqca o arxiv sənədlərini, nə üçün o yazdığım demək, redaktor adından orada da qeyd edilir ki, bunlar bilirsiniz, elə bir münasibət göstərir ki, bu insani münasibət atırmaq mümkün deyil. Və o şirkətin ki adı gedir, Tavarişistva Bratiyevnami. O Tavarişistva, yəni yoldaşlıq sözünün arxasında 6 erməni milyonçusunun adı var, hansı ki Bakı neftindən bunlar bu sərvətləri toplamışlar. Və o sərvətlərdən vəsait ayırıb, birisi hara göndəriblər? Fransaya. İngilizlər ermənilərin arxasında o əxlaqdan, mənəviyyatdan uzaq olan fransızlara. Və bunlar təsəvvürə getirir. Özü adını da deyəcəm. İndi mənim deyib, doğrusu demişim, netiyyət ne var? Açıq deyəcəm, hər şey necə bir qoy vətən övladları bunları bilsinlər. 3-cü Xariclər Naziri olub SSR-də, Litvinov. Təsəvvürə gətirəm, İcran xanım, demək, Parisdə bir şirkət təşkil edib, Ekvador partisanlarına yardım cəmiyyəti. Pulları göndərmişlər ora, oradan silah alınmışlar, bunu mən yazmıram, bunu bu sahibləri yazır. Ki, və silah alıb, Aralıq dənizindən göndərmişlər, Qaradənizdən, Batıma, Batından hara gəlirdi, Bakı, kimin ünvanı? Daşnak üçün ünvanı. Kimin alır? Leonid Mlečin, Ministri İnostanlar Del, Sinik и Romantik. 2003-cü il Moskvada nəşr olundu. Başqa şəkildə yazır və bunların da təşkilatçısı çoxlarınızın adını eşitdiyiniz Galuz Gulbenkian'dır. Cənab 5%. Bunların hamısını demək lazım. Onlara qarşı mübarizədə sinəsini qabağa verən bu kişi. Siz biləsiniz, Nobellərlə bu necə vuruşub və istəkdən ayrılır. Hərçən ki, Çar hökuməti onun haqqını taplayıb, amma bunun haqqını qaytaran Azərbaycan Xalq Cumhuriyyəti hökuməti. Amma onu da xatırladım ki, bəlkə də bunu çoxları bilmir, amma bir-iki dəfə bunu söyləmişəm. Sovet Rusiyası deyilən, Sovet SSR dövləti deyilən, dövləti Rus milləti yaratmayın. Sizə bir rəqamı deyəcəm. Ondan hesabınızı aparın. Sovet Rusiyasını yaratmaq üçün Rothschildlərin, Nobellərin, Rockefellerlərin ayırtdığı vəsaitin miqdarı 102 milyon 290 bin dolardır. Hərbi çevriş üçün. O deyirlər ki, Təbrizki saraya
matroslar gelir. Matroslar Amerika'dan gelmişti. Ve Trotsky'nin cebine $10.000 da xərcləmək için koyan Rockefeller'di. Hacınski değildi. Bunlara həqiqətləri bilib ve belə insanlarımızı üzə çıxarıb milletimize tanıtmak bizim borcumuzdur. Ve ona göre de bu kişiler olmasaydı bu milletin bu günü olmazdı. Bunu açık şekilde diyorum. Ona göre de Nurda Hanım, yine diyelim, elbette çok danışmak olar, çok sözleri söylemek olar ama bu insan o kadar hayırxahlı, o kadar geniş yürekliydi, o kadar samimiydi, vatansever bir insandı. Ve ne yaratmışsa bu millete kaldı. Benim ilk defa İsa ile bağlı okuduğum bir makale ve orada onun kızının kesirdiği heyecan beni öyle tutmuştu ki. Yaş bu kadar haksızlığı ne için ettiler? Ve onu da değil. Allah Elif Setma'nın bu liyeme rahmet eylesin. Bu öyle bir alemidir ki onun 54. ilde neşrettiği 2 ciltli Azerbaycan tarihinin 2. cildinde Bolşeviklerin başta o torpaqda kabul edilen Lenin'in emriyle demek 82 tamında 3 milyon rubl kızıl pulu ayrıldılar. Nedir? Başıda ve Şimal Azerbaycan'da əhalinin soygununu tutmaya için. Birazdan təsəvvürə getirin 31,8 milyon rubl kızıl pula 2 milyon patron aldılar. O kitapta var. O kitap o faktları nəşrettiğine göre de ona suikast teşkil ettiler. Adını da diyeceğim. O indi kimimizi düşünsün. Bunun teşkilatı susmadı. Sonraki başka bir sohbetin mevzusudur ama onu diyeyim ki orada demek alınan silahın miktarı 2 milyon patron, 5 bin tüfengidir, 2 zirehli qatarıdır. Demek 14 ay yapılan ki Bakı'nın bombardıman etmek için. Təsəvvürə getirin ki burada Bakı'da bir koşun yoktu, ordu yoktu. Bu Bakı əhlinin, ümumiyyətlə Azərbaycan əhalisinin günahı neydir? Bilirsiniz mi? Ve eğer siz bak bu atelin de yerleştiği yerden zırh kadar kazabilseniz ne kadar kütle mezarlar çok. Bakı'da öldürenler ise 30.000 neferler çok. Ben buna ömrümü sarf ettim, araştırdım. Akımlardan çıkmadım. Ama gücüm ona çattı ki hiç olmasa bunları İtalya'da Rum Üniversitesi'nin Siyasi Tədqiqatlar İnstitusu'nun 1935. yılda Florenzia'da çap olunan Beynəlxalq Siyasi Tədqiqatlar jurnalında İngiliz dilinde 23 seferde çap eder. Koy Avrupalılar da bilsin ki bunlar kimdi? Bilirsiniz mi? Ona göre de Cenab Prezident El-Arabiya telekanalına müsabaka verende deyende ki 11. Ordu Sovet Rusyası Azerbaycan'ı işgal edip Rusya'da bir şiran dostluğu, bir meleşme başlamış. Hayır olan. Nedir? Hayır, gözümüzü dişiri. Ona göre de üzür istəyirəm, belki de ben biraz heyecanlı hesabı danışıyorum ama bu faktları görünce ama bu cinayetlere karşı sinesini gelen kişilerden bak biri bu kişiydi. Allah ona rahmet eylesin. Bilirsiniz, bunları araştırdıkça yine diyelim, ne yaxşı ki Önder vardı. Ne yaxşı ikinci prezident var olsun o. Bilirsiniz, benim televizyada bir müsahibem olmuştu, Xəzər televizyasında. Orada da bilirsiniz ki götürüp Nobel'in adına koymuşlar bu prospektini. 2021. yılda. Birden aparıcı bana dedi ki sizi tebrik ediyorum. Dedim ki Cenab-ı Prezident selamcı verdi, Nobel'in adını sildi, buydu 8 noyabr Zefer prospekti, eşk olsun ona. Ona göre de öyle bayağı seslendi o ki, eğer ne değil, 8 noyabr burada bitirsin, oradan oraya öyle hacimiz kısmı sürer, daha yaxşı olacak, daha devlet olacak. Ve bir daha yürekten tebrik ederim. Uğur olsun, ben hemşe sizin xidmətinizə varım, teşekkür ederim, sağ olun. Çok sağ olun Cəbir müəllim. Bilirik ki, ürəyiniz doludur. Əlbəttə biz elmin dəryasında üzən və o düşüncələrini sözə düzən alimlərimizin hamısına təşəkkür edirik. Ölməz Nizami əbəs deməmişdi ki,
ən uca zirvədən biliniz fəqət alimin zirvəsi ucadır, əlbət. Bəli, indi bir alimimizə də söz verəcəyik, çünki o kitabın rəislərindən biridir və onun yazısını mən oxuyanda gördüm ki, doğrudan da bu hörmətli xanım alimimiz Nuridə xanımın bu kitabı yazarkən həm də bir elmi fəaliyyətini, onun alim kimi düşüncələrinin səlis və rəvan olduğunu ifadə edibdir. Bu gözəl alimimiz Azərbaycan tarixinin müəyyən qatlarını öz yazılarında, öz yuxusuz gecələri ilə araşdırıb, bizə gözəl tarixi məlumatlar verən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Tarix Kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, əməkdar müəllim Firdevsiyə xanım Əhmədovadır. Mən minnətlə sizi kürsüyə dəvət edirəm. Çox sağ olun. Öncə dəvətə görə belə gözəl təqdimat mərasimində iştirak etmək şərəfini mənə də nəsəb etdiyiniz üçün Nuridə xanım sizə təşəkkürümü bildirirəm. Bütün təqdimat iştirakçılarını salamlayıram. Çox əlamətdar bir gündə, yəni bu mərasimə toplaşmışıq. Bilirsiniz, təqdimatlar çox olur, amma şəxsiyyətlərimizlə bağlı təqdimatların içərisində bu kitabın və o kitabın həsr olunduğu şəxsiyyətin yeri ayrıdır. Çünki adətən ictimai və yaxud da siyasi xadimlərin ayrı-ayrı fəaliyyəti ilə bağlı olan kitablar var. Amma tarixi şəxsiyyətlərimizlə bağlı kitablar da az deyil. Nəzərə alsaq ki, İsa bəy Hacınskini o tarixi şəxsiyyətlər içərisində səciyyələndirən xüsusi özəllik nədən ibarətdir? Bunu təbii ki, kitabla tanış olanlar daha aydın biləcəklər, görəcəklər, tanış olanlar bilirlər zaten. Kitabda diqqətimi cəlb edən ilk öncə ondan ibarət idi ki, məqam Nuridə xanım bir alim səriştəliyi ilə bu kitabı yazarkən Avropada, Qərbdə çox populyar olan bir istiqamət var, indi ailə tarixşünaslığı. Amma mən deyərdim ki, Nuridə xanım bioqrafik janrda ailə tarixşünaslığının akademik səviyyəsində nümunəsinin yaratdı və bunun mən deyərəm ki, elə ilk izini qoyubdur. Burada təqdim elədilər ki, hörmətli Dilarə xanım da burada iştirak edir. Musa Nağıyevin, salamlayıram Dilarə xanım da nəvəsi. Bilirsiniz necədir? Biz tarixçilər, Cəbi müəllim burada çıxış elədi, tanıyırsınız, bilirsiniz, hörmətli alimimizi. Çox zaman zəngin ailələrin, görkəmli şəxsiyyətlərin varisləri yaxınlaşırlar ki, bəs bizim babamız haqqında niyə deyilmir? Elə Hacı Zeynalabdin Tağıyev haqqında deyilir, Musa Nağıyev, başqaları, bəs bizimkilərin. Təbii, haqlıdırlar. Çünki o insanların hər birinin Azərbaycan xalqının mənəvi tarixində, mədəniyyət tarixində, maarifçilik tarixində böyük izləri var, xeyriyyəçilik tarixində. Amma nəzərə alsaq ki, ayrı-ayrı istiqamətlərdə alimlər tədqiqat işi aparır. Ola bilər ki, hər hansı bir tarixi şəxsiyyətin irsinə müəyyən bir mərhələli epizodik yanaşma olsun. Amma Nuridə xanım bu işi heç də tarixçilərin öhdəsinə qoymadan, özü bir alim səriştəliyi ilə İsa bəy Hacınskinin ömür yolunun bütün onun fəaliyyətinin əsas istiqamətləri üzrə əzəmətini ortaya qoyan bir akademik əsər yarada bilibdir. Və bu baxımdan mən hesab edirəm ki, bu bir örnək nəşrdir. Düzdür, bizim milli sahibkarlığımız, milli məfkurəmizin formalaşmasında, milli dövlətçiliyimizin yaranmasında aparıcı bir sütun rolunu oynayıbdır. Çünki Azərbaycan milli məfkurəsinin, kimliyinin formalaşmasında təbii ki, nəticə etibarı ilə biz Azərbaycan milli dövlətinin, Azərbaycan Cumhuriyyətinin yaranmasına gətirən bir yol idi. Orada hansı vasitələrlə bunu həyata keçirmək mümkün olurdu? Milli mətbuat, milli məktəb və milli teatr. Bu yaxınlarda isə Üzeyir bəy Hacıbəylinin fəaliyyətinin
nümunəsində milli musiqimizin də bu məsələdə önəmli rol oynadığını qeyd edirik. Və mən kitab müəllifi olan Nuridə xanımın özünün fəaliyyəti ilə bağlı, onun kitabın arxasında yazılanlara da diqqət edəndə gördüm ki, Nuridə xanımın həm də tədqiqatının bir istiqaməti Azərbaycan milli musiqisində maarifçilik təmayülləri və yaxud da 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində maarifçilik fəaliyyəti ilə bağlı tarixindən yazdıqları. O baxımdan hesab edirəm ki, milli musiqinin özünün də birbaşa olaraq milli məfkurə və düşüncənin formalaşmasında mühüm rolu olubdur ki, bu baxımdan bizim dahi musiqiçilərimizin də əməyini xüsusi qeyd etmək lazımdır. Burada hörmətli Səadət xanım ön sözdən bir cümlə diqqətə çatdırdı. Orada mən bir məsələni də vurgulamışam ki, elə məsələlər var idi ki, Azərbaycan xalqının müqəddəratı ilə bağlı. Biz İsa bəy Hacınskini ilk beşlikdə, üçlükdə, bəzən də birinci yerdə olan şəxsiyyət kimi dəyərləndirə bilərik. Çünki bizim azsaylı ziyalılarımız o zaman, çox zaman ilk təhsilini mədrəsədə alırdılar. Və onlar şərq mədəniyyətini, ədəbiyyatını, tarixini, şərq dillərini gözəl bilirdilər. Sonra gedib Avropa təhsili alanda müasir texnologiya, elmin nailiyyətləri ilə özlərinin mənsub olduğu regionun səciyyəvi xüsusiyyətlərini sintez edib öz xalqının tərəqqisi, toplumun tərəqqisi yolunda tətbiqi yollarını axtarırdılar və bunun uğrunda mübarizə aparırdılar. O baxımdan bir neçə Avropa dilini bilib, kübar, zadəgan əxlaqı ilə cəmiyyətə o modernləşmə xüsusiyyətlərini gətirmək İsa bəy Hacınskinin fəaliyyətində aparıcı rol oynamışdır. Amma elə bir məqamlar var ki, biz artıq İsa bəyi həqiqətən milli təəssübkeş bir xadim kimi görürük. Burada Cəbri müəllim qeyd elədi 1918-ci il hadisələrini. Artıq 18-ci il hadisələrində açıq olaraq İsa bəy birbaşa onların üzünə Şamiyana da, yəni erməni mənşəli bolşeviklərin kütləvi soyqırımlar törətməsi zamanı törətdiklərini onların üzərinə emosional şəkildə deyən bir Azərbaycan kişisinin, yəni o cəsarətinin nümunəsini İsa bəyin fəaliyyətində görürük. İsa bəy elə bir zamanda fəaliyyət göstərmişdi ki, siz indi baxın ki, bir dünya erməniliyi var, onları dəstəkləyən qüvvələr var. Amma o zaman Bakıda, Bakı kəndlərinin Azərbaycan əhalisini buradan köçürtmək üçün layihələr qurub, neft sənayesi hesabına zənginləşmiş maqnatlar var idi ki, onların evlərinin zirzəmiləri cəbbəxana idi ki, sonradan müsəlman əhaliyə qarşı ondan istifadə etmişlər. Onların qarşısında dayanan azsaylı, cürətli və eyni zamanda peşəkar bir şəxsiyyət idi. Bilirsiniz, peşəkarlıq və vətənpərvərlik bir yerdə olanda bu topluma, cəmiyyətə çox böyük fayda verir. Bunlardan hər hansının biri olmayıb, digər üstünlük qazananda o cəmiyyətə o faydadan çox zərər gətirir. O baxımdan Nuridə xanımın təqdim elədiyi bu kitabda biz İsa bəy Hacınskini, baxmayaraq ki, Sovet dövründə yasağı idi adının çəkilməsi, digər tərəfdən isə müstəqillik dövründə bir qism qat, deməli, toplumun üstün görkəmli şəxsiyyətləri haqqında yazıldı, bir qism yox, çoxluq hələ təqdim olunmuyubdur və mən orada da qeyd edirəm ki, əgər onu məsuliyyət və məharətlə təqdim etmək qabiliyyətimiz yoxdursa, bu elə zamanın şərtləri çərçivəsində tarixdə necə qalıblarsa, heç olmasa o səviyyədə tanınsınlar. Amma Nuridə xanımın akademik səriştəlliyi ona gətirib çıxartdı ki, o məharəti və məsuliyyəti ilə İsa bəyi 21-ci əsr insanına tanıtmaq üçün belə bir gözəl kitab ərziyə gətirə bildi. Və bu baxımdan da mən Nuridə xanımı həm təbrik edirəm, belə bir nəşri ortaya qoyduğuna görə və tarixçilərin bu yöndə artıq işini asanlaşdırdığına görə, eyni zamanda mən bunu bir qan yaddaşından gələn vəfadarlıq borcu da hesab etmirəm. O, həm Ulu babasının fəaliyyətini təqdir etməklə yanaşı, Bakı cəmiyyətinə fayda vermiş digər görkəmli şəxsiyyətlərimiz haqqında, fəaliyyətlər haqqında da fikrini bildirir, ehtiramla qeyd edir. Mən bunu həm də hesab edirəm ki, bu əməlləri davam etdirməyə bir çağırışdır bu əsər
və Nuridə xanım öz şəxsiyyəti ilə bağlı bir məsələni qeyd eləmək istəyirəm ki, çox gözəl bir diqqətimi cəlb elədi ki, türk dilli dövlətlərin musiqi alətləri ilə bağlı 6 dövlətin, Türk dövlətinin beynəlxalq deməli atlasını siz belə bir təqdim edibsiniz və mən hesab edirəm ki, bu geopolitik baxımdan nə qədər əhəmiyyətli bir işdirsə, Azərbaycanın müqəddəratı baxımından strateji anlamda xidməti göstərmiş İsa bəy Hacınskinin davamlı və layiqli varisi kimi sizi də təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm. Kiçiklər birisi başlayan zaman böyüklər məsləhət alsa yaxşıdır. Burada bizim çox hörmətli bir ağsaqqalımız iştirak edir ki, bu elmin də, ziyalılığın da böyüklüyü səviyyəsində yüksək bir akademikimizdir. Və hər birimizə mənən doğma bir insandır. O mənəvi doğmalıq ondan irəli gəlir ki, o incəsənəti də, elmi də, özünün varid olduğu iqtisadiyyat sənətini də çox gözəl bilir və onu öz elmində, öz qələmində çox dəyərli şəkildə ifadə edib. Düşünürəm ki, bəlkə söhbətin kimdən getdiyini tuta bildiniz. Azərbaycan Milli Məclisin deputatı akademik Ziyad Müəllim Səmədzadəni hörmətlə kürsüyə dəvət edirik. Çok teşekkür ederim ki Azerbaycan ilminin, Azerbaycan medeniyetinin tarihinde bugün böyle bir hadiseye şahit. Azerbaycan sözü nesil mənasında, Şərq dünyasında, İslam dünyasında əsrlər boyu xalqının yaxşı əməlləri ilə tanınıb və İsa bəy Hacınski haqqında kitabın təqdimatı mənim üçün ona görə xoşdur ki, mən lap uşaqlıq illərindən 6-7 yaşından İsa bəy Hacınskinin adını eşitmişəm. Sonra da Səmədzadələr ailəsində, Məlikovlar ailəsində böyümüşəm. Mənim anamın əmisi Ağa bəy, məndə konkret vaxtlar var, bir gün bayağı Nuridə xanım dedim, Hacı bəy, İsa bəy Hacınski ilə dostluq ediblər. Qohumluq əlaqələri də var. Allah Kazım bəy rəhmət eləsin İsa bəy qardaşı. Kazım bəy min rəhmət ki, o Ağa bəyin qızını, oğlunu alıb. Azərbaycan Stalin vaxtilə demişdi ki, Azərbaycan feodal qosudurlar. Bu həqiqətən bir təhqiramiz bir söz idi, çünki Azərbaycan artıq 19-cu əsrdə dünya miqyasında tanınan, neftiyle, təbii sərvətlərlə tanınan bir diyar idi və akademik sunbatlarda bir kitab çıxartdı. 1958-ci ildə Pramışız Azərbaycan'a 19-cu əsrdə Azərbaycan sənayesi. Həqiqətən orada çox çətin arxiv sənədlərdən əsaslanaraq çox zəngin materiallar vardı. Azərbaycan sənayesi respublikalar içərisində ən yüksək səviyyədə dururdu. Burada hörmətli Cəbi müəllim burada çıxış etdi. Cəbi müəllim Nobel qardaşları ilə əlaqədar apardığı tədqiqatlardan mən 2 cədvəli götürdüm. 1900-cü ilin əvvəllərində o cədvəllərdə Azərbaycanın neft sənayesindən əldə edilən mənfəətin xarakterize edən diaqram idi. O diaqramı mən bir neçə yerdə çap etdirdim. O cümlədən bizim 7 cildik ensiklopediyada verdim ki, baxın, görün, Azərbaycanın nə qədər böyük sərvətləri xaricə gedib. Amma, bayaq Cəbi müəllim də dedi, o qədər də onlar abadlıq, sosial və s. işlərə fikir vermirlər. Qara şəhəri bir gün abadlıq edilir, Cənab Prezidentin tapşırığı ilə abad bir diyara çevrilir, amma o Qara şəhər adlanırdı. Başqa bir misala da demək istəyirəm ki, İsa bəy Hacınski sözün əsil mənasında Azərbaycanın su ilə təminatında müstəsna oluydu. Bayaqdan Firdovsiyə xanım burada danışdı, dedi, Firdovsiyə xanımın Bakı Azərbaycan qəzetində bir neçə il bundan qabaq bir yazısı çıxmışdı. Su hatırlıyorsunuz, Şovlar sözlüğüyle əsl Bakılı kimdir? Məqələnin adı belə idi.
Ben o yazını dikkatli okuyandan sonra arşiv materiallarında araştırdım ve Nuridə xanıma çok teşekkür ederim ki, o Duma'da, Bakı Duması'nda Azərbaycana şorlar suyunun çəkilməsiyle əlaqədar olarak ne kadar gergin mübarizə var. Ne kadar gergin mübarizə var. Müxtəlif bahanelerle bu layihəni məhv etmək istədilər. Pullar ayrılmışdı ve aradan çıkartmak istədilər. Ama İsa bəy Hacınskinin qətiyyəti, o Avrupa'da, işçi grubunda olması bu belanın baş verməsinin qarşısını aldı. İsa bəy Hacınskinin yarattığı ziyalılıq məktəbi. Burada deyildi milli sahibkarlıq. Bayaq Cəbi müəllim Ələşad Quliyevin adını çəkdi. Ben eyni zamanda hatırlatmak istəyirəm. Bəhmən Axundov kimi bizim alimimiz olub. Onun 51-ci ildə müdafiə edib, monopolistiski kapital nefyanlar revolüsyonla nefyanlar quramışız Azərbaycanı. Azərbaycanın neft, inqilabdan qabaqki neft sənayesində indisarçı kapitalı. Onunla bir söhbət edirdim, ben de doktorluk dissertasiya sərəfəsində söhbət edirdim. Və bəzi materialları o qorxusundan ona tapşırırlar ki, Azərbaycan sahibkarlarının adı çəkilməsin. İsa bəy Hacınski milli burjuaziyanın formalaşmasında müstəsna rol oynuyor. Onun əməlləri, onun yarattığı binalar, tikdiyi binalar, istifadeye verilen mədenlər bir mənalı şekilde gösterir ki, Azərbaycanda milli sahibkarlığın formalaşması istiqamətində ne kadar büyük işler görür. Ben vaxtını çok almak istemiyorum. Bir gün Azərbaycan dinamik inkişaf edir. En büyük bizim uğurumuz ondan ibarətdir ki, milli sahibkarlıq formalaşır. Milli sahibkarlığın formalaşması için Cənab Prezident qətiyyətli addımlar atır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da dinamik inkişaf eden ölkəyə çevrilsin. Ama bu, belə bir məclisin mənəvi əhəmiyyəti çox böyük. Xalqımız, gənc nəsil bilsin ki, bu torpaq boş özürlər üzərində inkişaf etmiyor. Bu torpağı quran insanlar bütün ağır əziyyətlere dözərək xalqımız üçün yaşayıblar, yaratmışlar. Allah onları rəhmət eləsin. Nuridə xanıma mən təşəkkürümü bildirirəm. Möhkəm can sağlığı arzu edirəm ki, hər bir nəslin bir nümayəndəsi, mənim bacım Dilara xanım, Mursuzan Ağayevin, Musan Ağayevin nəvəsi ne kadar büyük işler görür. Allah belə xanımlarımızı daha çok eləsin, onlara xoşbəxtlik arzu edirəm. Hər birinizin səhviysən, can sağlığı, möhkəm can sağlığı arzu edirəm. Gözəl fikirlərindən sonra o ki söylədi, hər bir nəslin belə layıqlı övladları həm o nəsil şəcərəsini yaşadır, həm də sanki bunu özündə doktoru, profesör, Türk Dünyası Araştırmaları üzrə Beynəlxalq Akademiyanın həqiqi üzvü Leyla xanım Vəzirovadır. Məmnuniyyətlə Leyla xanımı kürsüyə dəvət edirik. Bir daha hamını salamlayıram, tədbir iştirakçılarını, hamısına salam deyirəm. İlk növbədə Nuridə xanım bu günləri mən təbrik etmək istəyirəm. Mən bu günləri filolog kimi çıxış edəcəm. Məndən qabaq Cəbi müəllim çox çılğın iştirak elədi burada, tarixçi kimi, Firdosiyə xanım və tarixçılar demək olar ki, öz sözlərini bu günləri dedilər. Və mənim üçün sürpriz oldu ki, Nuridə xanım bizim üçün çıxışlardan əlavə həm də balaca bir film hazırlamışdı. Çox məmnuniyyətlə və böyük maraqla ona baxdıq. Tarixçilər öz sözlərini dediyi məqamda mən artıq həmin bu mövzuda danışmaq istəmirəm. Filolog kimi, yəni biraz hisslərə qapılaraq danışmaq istəyirəm. Nə mənada? Biz Nuridə xanım mənə bu kitabı tövsiyə edəndə bir rəyçi kimi mən öz fikrimi söyləyim. Mən bu kitabı cəmi 2 günə oxudum. Görürsünüz, o kitabın həcmi o qədər də balaca deyil. Amma o qədər maraqla, o qədər sevgi ilə yazılıb o kitab. O kitabı mən oxumaqdan ötəri 2 gün mən ümumiyyətlə elə bir ki, həyatdan təcrid olundum və həmin o yazılan dünyaya daxil oldum. 2 günün ərzində o kitab, o rus dilində deyirlər ki, проглотила книгу. Bax, həmin o məqamda
2 günün ərzində o kitab oxunandan sonra mən hisslərə qapıldım və Nuridə xanımla birgə həmin o hissləri keçirdim. 8 başlıqdan ibarət olan kitabın deməli 5 başlığı, orada qürur hissi, orada tarixi məqamlar və s. Təbii ki, oxucular bu günləri hamıya kitab təqdim olunacaq və inanıram ki, hamı onu çox böyük maraqla oxuyacaq və bir günə, 2 günə artıq o kitab oxunacaq, çünki başqa cürə mümkün deyil. Amma sonra 6-cı, 7-ci və 8-ci başlıqları göz yaşsız onu oxumaq olmur. Orada Nuridə xanım orada öz ürəyini qoyub. Bilirsiniz, monografiya yazmaq olur və hansısa bir tarixi şəxsiyyətlər haqqında da yazmaq olur monografiya, onun həyatı haqqında və s. Amma əgər onun nəslinin nümayəndəsi yazırsa, o tam başqa bir şeydir. O genın, o qanın daşıyıcısı əgər o kitabı yazırsa, o ailənin koloritini gəlir, hiss eləyəsən ki, o kitabı elə yaza biləsən. Və ilk növbədə bu kitabda gördünüz yəqin ki, vərəqləyib qonaqlar yəqin baxıb orada çoxlu şəkillər var, çoxlu deməli arxiv materialları var. Onlar elə belə ərsəyə gəlmir. Bunlar hamısı ilk növbədə nədən irəli gəlir? Məhəbbətdən. Yaxşı bir söz var ki, nə yapırsan yap, aşkı ilə yap. Nuridə xanım bu kitabı o qədər böyük aşkla yapıb. O da onun nəslinə olan elə bil ki, borcundan irəli gəlir. İsabay Həcizki həm də çox xoşbəxt bir insandır. Ona görə ki, tarixi şəxsiyyətlər çoxdur, amma hər bir tarixi şəxsiyyətin belə bir nəvəsi, nəticəsi olmur ki, onun haqqında bu cür canlı bir portret yaradıb ərsəyə çıxartsın. Nuridə xanım onu bacarıb. Və təbii ki, bu nəsil böyük, nəsilli nümayəndələri çoxdur. Amma o yükü məhz Nuridə xanım öz boynuna götürüb, o da bir qismətdir. Ona görə mən Nuridə xanımı təbrik eləmək istəyirəm və bir məqamı da demək istəyirəm. Kitab dərc olunan gün Nuridə xanım mənə zəng elədi. O qədər orada sevinç var idi onun səsində. O qədər xoşbaxtlıq var idi ki, mən onunla, bəlkə qanım qara olsaydı da mənim əhvalım düzəldi. Çünki Nuridə xanım həmin o impulsları mənə yetirdi. Yəni, bilirsiniz necə, yenə də məhəbbətdən irəli gəlir. Ona görə Nuridə xanım, mən sizi təbrik edirəm. Mən bilirəm ki, İsabay Həcizkinin bu günləri ruhu şaddır. Həmin o Zibeydə nənənin ruhu şaddır. Axırda siz o Zibeydə nənənin haqqında oxuyanda o Bakının o içəri şəhərin o əyri köndələn küçələrinə elə bil ki, səyahətə çıxacaqsınız. O qədər ki, o məharətlə orada hamısı yazılıb. Onların ruhları şaddır və şad da olacaq. Nuridə xanım, onun gözəl ailəsi və İsabay Həcizkinin burada ailəsi nümayəndələri əyləşib. Nuridə xanım başda olmaqla mən bütün ailə üzvlərini təbrik edirəm. Və deyirəm ki, Nuridə xanım sizə əysən. Çünki hamısı o sizin bilirsiniz necə, mənəvi borc kimi siz onu boynunuza götürdünüz və onu axıra qədər də çatdırdınız. Mən bir daha sizə alqışlayıram və yenidən sizə kitablar gözləyirik, sizə yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram. Çox sağ olun diqqətiniz üçün. Əlbəttə, yazıb yaratmaq, yaradıcı insanın həm mənəvi qidasıdır, həm əməlinin təzahürüdür. Amma gəlin etiraf edək ki, o yazılanı, o yarananı üzə çıxarmaq, ona dəstək olmaq, onun ərsəyə gəlməsinə bütün təfərrüatı ilə münasibət bildirərək, o yarananı nəsillərə ötürmək bu özü də böyük bir cəsarətdir. Və biz belə bir cəsarətdə bulunan, belə bir böyük ürək sahibi olan və İsabay Həcizkinin, yəni bacısı Bilqeyis xanımın da adını yaşadan, yəni Həcizkilər nəslinə, şəcərəsinə öz əməli ilə də bugün hörmət və məhəbbət qazandıran bir hörmətli ziyalımızı xahiş edəcəm ki, kürsüyə buyursun. Eldar müəllim Quliyev, millət vəkili,
Həkimə Universitetinin rektoru, Respublika Ağsaqqallar Şurasının sədri Ağsaqqal sözünü eşitmək üçün sizi kürsüdür. Hörmətli tədbir iştirakçıları, hörmətli alimlərimiz, əziz qohumlar. Əlbəttə bizim üçün çox xoş gündür ki, siz burada iştirak edirsiniz və bizim əsli nəcəbəti suyu ilə bir yerdə yad edirik. Mən bu məsələdə birinci növbədə əlbəttə ki, Nuridə xanıma böyük minnətdarlığımı bildirim. Çünki Nuridə xanım artıq bir ildən yuxarı idi ki, mən bir yerdə biz təmasda olurduq bu kitabın hazırlanmasında. Hamımız burada alimlər, əksəriyyətimiz, hamımız kitab yazmağı da bilirik və nə çətinlikləri də bilirik. Kitabxanalarda oturur, arxivlərdə oturur, bir bunları hazırlıq edir. Məndən qabaq burada hörmətli professorumuz dedi ki, həqiqətən də bu kitabı hazırlaması ərsə getirmək üçün böyük əziyyət lazımdır. Və Nuridə xanım gecəsini, gündüzünü, mən onu elə gün olardı ki, gündə 2 dəfə, elə gündə olardı ki, məsəl üçün heç danışmazdıq, amma hansısa məsələlərində bax, bu şəkilin getirilməsindən Nuridə xanımı yazacaq. Bu şəkili mən getirdim, Nuridə xanımı verdim. İlk dəfə bilirsiniz ki, Azərbaycanda maşını, Azərbaycan avtomobil, bu maşını gəlmişdi burada və çox maraqlı da şəkil oldu, bunu göstərdik. Yəni, demək istəyirəm ki, əlbəttə hər detala baxın, kitaba siz yaxşı baxmışsınız, baxmayanlar da baxacaq ki, bu ərsə gəlmiş üçün nə qədər əziyyət çəkilir bu. Söhbət onun məaliyyəşdirməsindən gedir, söhbət ona qayğıdan deyəcək, bu kitabı nə qədər qayğı ilə, sevgi ilə, sevinclə, bununla qədər. Və bugün rəisçilər də dedi ki, həqiqətən bu məsələləri sona çatdıranda Nuridə xanımın sevincinin həddi hüdudu yox idi və məni ilə də zəyləşir, dedi ki, artıq başa çatdırmışam, rəisçilərdən də yanıram və biz hazırlaşmalıyıq, bu məsələləri bir yerdə keçirməli. Sözsüz ki, bir qədər də burada doğmalıq vardı. Biraz yerliçilik də eləməyim, amma doğmanı da o idi ki, həqiqətən də bir-birimizin elə baxışdan anlaya bilirdik ki, bu kimdən gelir. Və mənim nənəmin, babamın 36-37-ci ildə, amma biləsiniz, o dövrdə. Əsas mənim bu xatirələrim mənim nənəmdən gedir. Nənəm, mən elə bilirdim, 107 yaşında rəhmətə gedir. Sonra mənə bir gün dedi ki, yox, rəhmətə gedər, 112 yaşında dedi, nənəm 7 yaşını balacalaşıb o dövr. Yəni bu həyatı o görmüşdü, yaşamışdı, bilirdi. Əlbəttə ki, bizim ən böyük dərdimiz o idi ki, Bolşevik rejimi, komünist rejimi gəldi Azərbaycanda, bütün ziyalıların ya qaçırdı, ya öldürdü, ya güllələdi, bax bunlar, bir şey yazılır, bax bundan həmişə deyərəm ki, necə oldu ki, bir nəfər məsələn, hansısa fəhlərini güllələmədilər, hansısa kəndçini güllələmədilər, kimləri güllədilər? O adamlar ki, ziyalı idi. O adamlar ki, başa düşdülər ki, bu inqilab boşluyordu, bunun da var. Kimlər olmuşdu burada, hamısı olur, Stalinlər, ondan məndən, Leninlər, bunlar Azərbaycanın ən çox əziyyət çəkən, əziyyət olan insanlar arasında bizim bu aydınlardır. Bunların, mənim babamın anası yeganə o dövrdə kişi, qadın idi ki, 9 tane oğlu var idi, başlığa yerə gelmişdi. O qadın Bakıda heç kim deyəbilməz, başı aşağı, yəni çarşafsız gezərdi. Özü də İsa bəy ona bir fayton bağışlamışdı. Bir daha da, demək İsa bəy Fransada olanda onun için gramofon deyirlər də belə. Nənəm deyərdi ki, gələrdi bizdə deyir, onu qoyardı, o paçfonları orada, oğlanları da oldu əmilərindən, onları oynadardı, oynayardı, onları məsələn, yəni sevinci və qadın onlara. Yəni Allah hamısı ölənlərə rəhmət edəsin, əlbəttə bu xatirələr çoxdur. Yəni mən həyat belə getirdi ki, mənim üzr istəyirəm sizdən oğlum bir 10 il Fransada səfirlikdə işlədi. Mən Fransaya tez-tez gedib, baş çəkirdim. Və orada mən bilirdim ki, İsa bəyin oğlanları o dövrdə çoxu getdilər Fransaya. Mən onları orada axtardım. Hətta çox üzr istəyirəm sizdən, qəbristanlığa gəlib getdi, çıxdı. Bilirsiniz ki, biz o dövrdəki bizim o Azərbaycanlıların birisəsi Topçubaşov və digərləri orada basın. Onların qəbirlərinin üstünə mən getdim. Və orada da baxdardım ki, bəlkə bizim o
adlarını mən bilirəm, onlara baxdım, amma tapa bilmədim onu. Hətta istədim ki, bunlar evlənir, yəqin ailəsini, yenə də bizim səfirlə əlləşdik, baxdıq, amma bunu tapa bilmədik, yəni. Amma bu, əlbəttə, bizim üçün ürəyimizdə qaldı ki, var. Və bu kitab məsələsi ortaya çıxanda, elə bir ki, mən özüm də biraz topdan tutdum. İkinci bizə əhəmiyyət Azərbaycan, bizim nəslə böyük deyərlər, bir zərbə İkinci Dünya Müharibəsindədir. 7 adam bizim ailəmizdən, 7 kişi, 2 kişi qayıtdı. 5 əmin, bir də atamdan bir bülbümün yoldaşı. Hamısı da ziyalı, hamısı da aile savadlı. Getdilər, qayıdırken. Bir də Hasan qayıdı gəldi, bir də böyük bülbümün, demək hansı ki, bülbümün biri adını və Bilgeyiz xanım qoymuşlar, nənəsinin adını qoymuşlar. Onlar olan yoldaşı gəldi. Bu da bizim böyük keçər. Əlbəttə, Azərbaycan müstəqil dövlətdir, bugün müstəqil siyasət aparır. Şükür ki, biz bu vaxtlar idi, biz gənc tələbələr idik, ən böyük arzumuzdur ki, Azərbaycan nə vaxt müstəqil dövlət olur, bu zənciri qırıb Sovetdən tutar. Allah da Allah qismət elədi, 91-ci ildə, 93-cü ildə İlham Əliyev gəldi, indi İlham Əliyev uğurla davam elətdirir bu da. Və ikinci arzumuz da o idi ki, torpaqlarımız işğaldan azalsın. İndi mən 25 ilə yaxındır ki, Eldar müəllimdə, mən də Ziyad Səməddarda biz uzun müddətli millət vəkilləri, orada bizim yoldaşlarımız da var, hansı ki, xanımlar bizimlə millət vəkilləri olurlar. Və əlbəttə bizim üçün indi bu gənc nəsili elə etmək ki, gənc nəsilin daha səhvlər eləməsinlər. Millət bir-birinin yanında olsun, millət bir-birinin ayağından çəkməsin, dağmasın. Nuridə xanım, bir də təbrik edirəm sizi. Mən çox danışmaq da istəmirəm burada, məndən sonra da yəqin danışan olacaq. Bilin ki, biz öz tariximizi bilməliyik. Əsas bu idi ki, bizim üçün ən böyük bizim problemimiz qarşımızda keçmişdə dönələrdə. Tələbə olan vaxtda da, aspirant olan vaxtda da, doktorant olan vaxtda. Yəni, o dövrdə də biz həmişə çalışırıq ki, hansı şəkildə ki, millətin özünü tanınmasını bilək. Axı, bu Ruslan, məndən ermənidən, ondan bizə bu millət bizə millət ola bilməz, ondan bizə qardaş qabacı, nə də həyat yoldaşı ola bilməz. Ona görə millətimizin qədrini bilmək, dövlətimizin qədrini bilək. Onlarla, yüzlərlə, bax, belə bir insanları biz o dövrdə işlədik. İndi fərz edin, əgər onların nəsilləri qalsaydı, Azərbaycan nə qədər inkişaf olur. Şükür ki, bugünə Allah bizi qorusun. Nuridə xanıma uğurlar arzulayıram. Gələcək fəaliyyətində yenə də biz hazırıq dəstək verməyə və Cəbi müəllimə dərin minnətdarlığımı bildirirəm. Çünki o bizim böyük tarixçimizdir, tarixi araşdırır. Digərlərinə də xanıma mən profesor minnətdarlığımı bildirirəm verdiyi rəyə görə və arzu edirəm ki, biz tez-tez görüşək, bu belə bir tədbirlərdə bir-birimizi dəstəkləyək. Mən hazıram həmişə sizinlə görüşməyə, sağ olun. Eldar müəllim, çox sağ olun. Sizə çox səmimi təşəkkürümü bildirirəm. Təşəkkürümüzü daha doğrusu bildiririk. Gözəl bir fakta toxundunuz. Orada axtardığınız məqamı yada getirdiniz. Və mən Əsas materialları tapmaq, hərdən bir alim kimi bilirsiniz, bir soyadı axtarmaq üçün, ya bir faktı axtarmaq üçün 1 ay, 2 ay, 3 ay vaxt gedir. Bilirsiniz, nə qədər zəhmət ona sərf edirsən. Təəssüf ki, həqiqətən bizim ölkəmizdə arxivlərimiz yoxdur, bilirsiniz, saxlanılmayıb. Bu da bir Sovet vaxtında bir mərkəzin bir siyasəti idi. Bizim milli tariximizi silirdilər, bilirsiniz, memarlıq tariximizi silirdilər. Həqiqətən 19-cu əsrə aid, 20-ci əsrin əvvəlinə aid memarlıq tarixi qalmayıb, bilirsiniz, binaların tarixi qalmayıb. Bütün arxivləri mən dəfələrlə öyrənmişəm, bilirsiniz, çıxardıb ya Moskva şəhərinə aparırdılar, ya Bakıda onları yandırıb, bilirsiniz, heç edirdilər. İndi də bilirsiniz, çox çətinliklə o dövrə aid, Arnavut dövrünə aid memarlıq tarixinin, bilirsiniz, faktlarını çətinliklə mən özüm öz kitablarım üçün Moskvaya uçub, onların mərkəzi arxivlərində, bilirsiniz, bizim Bakı binalarımız haqqında puldan məlumatları alıram. Təəssüf ki, mən sizi ürəkdən təbrik edirəm ki, belə çox gözəl bir kitab çap eləmişsiniz. Maraqlı bir fakt o dövrdə bilirsiniz,
ünvan yox idi Bakıda, belə deyirdilər. Məsələn, Vrangelskaya küçəsi Məmmədovun evi, ya məsələn, Merkuryevskaya küçəsi Nağıyevin evi və o dövrdə həqiqətən Neftçilər prospektinin adı İmperatora Aleksandra II gedirdi və orada yazırdılar ki, Hacınskin evi və ev sahibləri məcburdular ki, həqiqətən belə öz binalarına, öz bu faktiki binalar ev sahibinin vizit kartı idi və çox gözəl şəkildə unikal binalar tikilirdiler. Həqiqətən Bakı o dövrdə, 19-cu əsrdə bir-iki mərtəbəli şəhər idi və bu da bir qəhrəmanlıq idi. İmperator Aleksandr II dəniz kənarı küçəsində durub bir 5-6 mərtəbəli belə çox gözəl malikana tikməyi. Ümumiyyətcə Bakının memarlığı zəngindir. Ümumiyyətcə Bakı kimi gözəl memarlıq olan şəhər yoxdur. Bakıda ümumiyyətcə şəhərin mərkəzində Qız qalası dayanır. Bu bizim eramızdan bəlkə də əvvəl tikilmiş memarlıq abidəsidir. Orta əsrlər memarlığı, Arnuvo dövrü memarlığı, 19-cu əsri sonu 20-ci əsr əvvəli. Bizdə çox gözəl 20-ci illərə, 30-cu illərə konstruktivizm dövrü memarlığı var. Stalin dövrü memarlığı, ayrıca 60-cı illər. Sonra Sovet modernizmi dövrü 70-ci, 80-ci illər. Nəhayət tarix təkrarlanır və indi də biz faktiki müasir memarlığın bizim Bakı şəhərimiz, paytaxtımız müasir memarlığın mərkəzlərindən birinə çevrilir. Görürsünüz, Bakı küçələrini gezərkən həqiqətən bir memarlıq epoxasından ayrı memarlıq epoxasına səyahət eləmək olar. Və mən yenə də Nuridə xanım sizi ürəkdən təbrik edirəm ki, belə çox gözəl bir maraqlı, bizim təəssüf ki, hələ çox belə ağ ləkələr qalan tariximizi bir səhifəsini açmışsınız. Həqiqətən çox belə gözəl kitab çap eləmişsiniz. Təşəkkür edirəm sizə. Sağ olun. Bir ömür başa yeten zaman tapşırırıq nəsillərə kamilliyi, əsilliyi, müdrikliyi. Bəli, İsa bəydən bugün yadigar qalan onun əməlləridir ki, bəlkə də onun nəsil şəcərəsinin hər bir insanına, hər bir şəxsiyyətinə özündən asılı olmayaraq bu kamillik və müdriklik ətrafındadır. 19-cu əsrin görkəmli mütəfəkkiri Mir Mövsüm Nəvabın da belə dəyərli bir fikri var. Elm və hünərdən yadigar olmaq yaxşıdır. Nədir ki, mal və əmlakdır. Bugün İsa bəy Hacınskin fəaliyyətindən danışmağa bizi vadar edən və Nuridə xanımı da bu dəyərli ədəbiyyatı yaratmağa sövq edən bu ölməz, unudulmaz şəxsiyyətin əməlləridir. O əməllər ki, onun hünərindən bugün ədəbiyyata çevrilir. Əlbəttə, biz yalnız ədəbiyyatı yaradan, onu öz vaxtını və öz sevgisini həsr edən və sərf edən əzizimiz Nuridə xanıma. Gəlin bir daha bugünkü tədbirimizin sonunda alqışlayaq və onu kürsüdə söz demək üçün dəvət edirik. Yəqin ki, razılaşarsınız ki, Saadət xanım çox gözəl tədbiri apardı. Çünki Saadət xanımın sonsuz belə söz ehtiyatı var, gözəl ədəbi dili var, çox gözəl aparıcılıq edir. Yəni, peşəkar insandır, əlbət ki, onunla müqayisə eləmək çox çətindir. Amma ki, mən bir neçə kəlmə söz demək istəyirəm bir daha. Bugün səhər Eldar mənim zəng elədi və soruşdu ki, hər bir şey yerindədirmi, nə problemimiz var? Yəni, bugün tədbir keçəcək, sizin bəlkə bir nəsə çatışmayan cəhətiniz var. Dedim, Eldar mənim hər bir şey yerindədir. Dedi ki, Nuridə xanım, biz mütləq gərək İsa bəyin qəbrini tapaq. Mütləq onun yatdığı, uyuduğu yeri, bilirsiniz ki, İsa bəyin qəbri məlum deyil. Yəni, Dilarə xan burada əyləşib, Dilarə xan öz babasının 3 dəfə qəbrinin yerini dəyişdirərək, axır ki, nəhayət bir qəbir üstü abidə düzəldi. Amma bizim babamızın qəbri heç yoxdur. İnanın ki, bu bizim ən ağrılı yerimizdir ki, biz onun üçün bir ehsan verib, bir dua oxuturuq. Bir misal üçün ona bir gül qoyub, biz onu xatırlaya bilmirik. Və Eldar mənim çox nəcib bir təşəbbüs irəli sürdü və dedi ki, Nuridə xanım, biz mütləq onun qəbrini tapmalıyıq və onun mütləq yerdən üstünü götürməliyik. Yəni, biz əlbəttə burada nəticələr ələşib
bizim nəslimizin parlaq nümayəndələri belə deyərəm. Eldar müəllim də bizim nəslimizin necə deyərlər, parlaq nümayəndələrdən biridir. Və sizin hər birinizə gəldiyiniz üçün mən hamınıza təşəkkür edirəm. Gəldiniz, diqqət ayırdınız, vaxt ayırdınız. Yəni bizə, bizim ailəmizə, bizim səcərəmizə, bizə çox diqqət göstərdiniz. Hamınıza dərin minnətdarlığımı bildirəm. Öz nəslimiz, öz ailəmiz adından, Eldar müəllimin adından hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun, gələn ayaqlarınız var olsun. İndi isə Eldar müəllim tərəfindən bir fuşət də hazırlanıb, onun təşkilatçılığı ilə əlbət ki, hamınızı, necə deyərlər, o fuşətə dəvət edirik. Eğer nəsə demək istəyirsiniz? Ziyad müəllim, nəsə demək istəyirsiniz? Bu dəqiqə onların hamısını bizlərə dəvət edəcəm. Bu dəqiqə hamısını tanıtdıracağım. Gülər xanım. Bəli. Özümüzdə bu nişanı gəzdirməklə bir də biz fərəhleniyoruz. Birinci bizim nəslimizin millət-vəkili, deputatı İsa Bəyəli. Biz də belə nəticələr onun bağlamamışları ki, bu da millət-vəkili. Bəli. Eldar müəllim, mən bir faktı da deyim. 1978-ci ildə parlament, Duma yaradılanda ilk deputat İsa Bəy'in atası Əbdülsalam bəy. Onu bir özü. Bəli, birinci deputat sizin nəslinizdən olur. Gülər xanım buradadır, buyura bilərsiniz. Gəlin səhnəyə mən məsləhət. Səhnədə mi? Digər Cəmilə xanım, buyurun. Bizim nəticələrimizdən. Gəlin Cəmilə xanım. Naidə xanım. Cəmilə xanım. Bəli, Naidə xanım. Böyük bacım, Eldar müəllim. Buyurun. Ondan sonra Mehdi müəllim, Mehdi müəllim. Gələsin, gəl keçin. Gəl keçin bu tərəfdən. Ondan sonra bizim deməli Pərviz müəllim, Pərviz hardadır? Pərviz hardadır bəs? Pərviz ən əsas momentdən gəlmədi. Yaxşı, bəs o nəticələrin evlatları Kənan, Ziya, Aynur. Gəlin. Doğru. Vətən müharibəsinin qəhrəmanı Toğrul. Bütün 44 gün müharibəni Toğrul başdan ayağa keçir. Bizim vətən müharibəsi. Hətta paradda iştirak edən bizim Toğrul balamız olur. Toğrul, gəl. Ondan sonra Aynur xanım, Tamuris, mənim əziz anamın adını daşıyan Tamuris xanım buradadır. Gəlin. Gəl. Sonra kimlər var burada? Bizim nəslimiz. Nəticələr, gəlin bura. Uşaqlar, gəlin bura. İbrahim, Diyar, Rıza. Gəlin, sonra kimlər var burada? Gəlin, hamımız. Gəlin, qabaqda diyanın. Siz de qabaqda diyanın. Siz qabaqda diyanın. Gəlin. Həli, bunlar kötücələrdir, Eldar müəllim. Pərviz, gəl tez elə. Pərviz. Xanlarla nəslinin nümayəndələri buradadır. Ramiz buradadır, Cahangir buradadır, Anarşik buradadır. Yəni, hamınızı bax, bu, deməli, İsa bəy Hacınskinin nəslin davamçılarıdır. Çevik şekil çekiyor.